Rusiyanın Ukraynada, dolayısıyla Avropada apardığı müharibə fonunda Almaniyada yenidən mülki əhalinin təhlükəsizliyi məsələsi gündəmə gəlib. Almaniya hökuməti ölkədə bomba sığınacaqları və bunkerlər şəbəkəsini sürətlə genişləndirmək planlarını hazırlayır. Məqsəd növbəti 4 il ərzində Rusiyanın hücumuna hazır olmaqdır. Təfərrüatları Berlindən bizimlə birbaşa bağlantıda olan xüsusi müxbirimiz Günay Məmmədovadan eşidəcək. Günay, salamlayıram sizi, buyurun, efirdəsiz. Lalə, bəli, son zamanlar Avropada Rusiya ilə bağlı mümkün hərbi təhlükə barədə narahatlıqlar artır. Almaniyada daxil olmaqla bəzi ölkələr soyuq müharibə dövründən qalan sığınacaqları yenidən qurmağa başlayıb, mülki müdafiə planlarını aktivləşdirib, dərman ehtiyatları və fövqəladə hallar üçün infrastrukturun gücləndirilməsi ilə bağlı tədbirlər görürlər. Bəs bu panikadırmı, yoxsa ehtiyatlı və strateji yanaşmadır? Əslində bu daha çox ehtiyat tədbiri kimi qiymətləndirilə bilər. Son illərin təcrübəsi göstərdi ki, bir vaxtlar mümkün görünməyən hadisələr, məsələn, Rusiya-Ukrayna müharibəsinin başlaması kimi gerçəyə çevrilə bilər. Buna görə də Avropa bu dəfə belə deyək hazırlıqsız yaxalanmaq istəmir. Xüsusilə də Polşa, Baltikyanı ölkələr və Finlandiya kimi keçmişdə oxşar təcrübələr yaşamış dövlətlər daha həssas yanaşırlar. Qeyd edeyim ki, hazırda Rusiya əsas resurslarını Rusiya-Ukrayna müharibəsinə yönəldib, iqtisadi sanksiyalar və resurs çatışmazlığı şəraitində ikinci cəbhə açmaq istəmir. Xüsusilə də NATO ilə qarşı durmaya girmək olduqca risklidir. Bu səbəbdən yaxın gələcəkdə Avropaya qarşı geniş miqyaslı hərbi əməliyyat ehtimalı çox aşağıdır. Bəs Avropa niyə narahatdır? Çünki son illərdə verilən xəbərdarlıqların çoxu gerçəyə çevrildi. Avropa artıq əvvəlki kimi arxayın qalmaq istəmir. Rusiyanın səsləndirdiyi bəzi ritorikalar, məsələn, biz yalnız Ukrayna ilə deyil, Qərblə qarşı-qarşıyarıq kimi fikirlər müəyyən narahatlıqlara səbəb olub. Qeyd eləmək lazımdır ki, sığınacaqların bərpası və dərman ehtiyatlarının yaradılması müharibə siqnalı deyil. Sadəcə Avropa bu dəfə səhv etməməyə çalışır. Ən pis ssenariyə hazır olub, ən yaxşısına ümid etmək istəyir. Və sonda onu da qeyd edeyim ki, Rusiyanın Avropaya hücum etməsi hazırki reallıqlar fonunda çox az ehtimal olunan bir ssenaridir. Amma Avropa bu kimi ehtimalları tamamilə istisna etmir və riskləri minimallaşdırmaq üçün indidən addımlar atır. Belə, mənim çatdıracaqlarım bu qədər. Buyurun, söz yenidən sizdə. Təşəkkür edirəm sizə, Günay, məlumatlarınız